Marneuli'də merin istefa verəcəyi ilə bağlı son günlər müxtəlif iddialar yayımlamağa başlayıb. Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bundan əlavə, müxalif siyasətçi Əhməd İmamquliyev Marneuli'də mer seçkilərinə hazırlaşmaq lazım olduğu barədə paylaşım edərək bu istiqamətdə fikirlərini bölüşüb və namizəd olacağını qeyd edib. Yaranmış vəziyyətlə bağlı açıqlama verən Marneuli Bələdiyyə Məclisinin üzvü, Lelo partiyasının nümayəndəsi Agil Mustafayev də mer Daur İsmayılovun istefaya gedəcəyi ilə bağlı iddiaların yayıldığını təsdiqləyib. Artıq bir neçə illərdir ki, çox təəssüflər olsun ki, bizim Marneuliyə gələn, seçilən və yaxud da ki, təyin olunan merlər axıra qədər öz səlahiyyətlərini sona qədər davam etdirə bilmirlər, etdirə bilsələr də müəyyən qədər problemlər yaşanır. Təəssüflər olsun ki, bu hadisə bugün də davam edir. Əlbəttə ki, biz də sevinərdik ki, hər zaman gələn merlər regionumuzda doğru-dürüst bir şəkildə xalqa xidmət eləyə bilsin. Biz bunu görə bilmirik və son dövrlər yaranan şayələr də elə halda ki, qeyri-rəsmi mənbələrdə də qeyd olunur, məlumatlar var ki, hazırki mer də yaxın zamanlarda istifaya göndəriləcək, öz istifası gözlənilir. Yəni, buna səbəb nədir? Buna səbəb ondan ibarətdir ki, doğrudan da artıq bir il yaxınlaşmağa çatır və biz bugün hal-hazırdakı merlər hər hansı ciddi şəkildə xalqın xeyrinə, xalqın rifahını düzəltmək üçün bir addım görə bilməmişik. Biz son hadisələri gördük, bu baş verən prosesləri gördük ki, nə zaman ki xalqın problemi olur, nə zaman ki xalqın yanında durmaq lazım olur, o zaman xalqın yanında dura bilmirlər və öz maraqları daxilində insanların yanında durmağa çalışırlar ki, o da ki şəxsi maraqlar və partiya maraqlarına uyğun gəlir. Əgər ki həqiqətən də bu proses belə davam edərsə, doğrudan da bugün xalq arasında yayılan şayələr və ehtimallar təəssüflər olsun ki, özünü doğurdacaq və yenə də Marneuli'də seçilmiş mer bir Azərbaycanlı, yerli bir Azərbaycanlı öz səlahiyyətlərini sona qədər apara bilməyəcək. Agil Mustafayev Əhməd İmamquliyevin paylaşımına da münasibət bildirib və onun Marneuli merliyinə namizəd olmaq niyyətini müsbət qarşıladığını ifadə edib. İmamquliyevin hal-hazırda məsələ ilə bağlı özünün namizədliyini irəli sürməsini alqışlayıram. Əlbəttə ki, ilk olaraq alqışlansa addımdır, cəsarət atıb və biz mer namizədliyi ilə bağlı mən hələ çox tezdir ondan bağlı danışmağa, hələ bununla bağlı ümumi müzakirələr var və dəstəkləyirəm ki, əgər gələcəkdə belə bir hadisə, əgər istəyirik ki, belə bir hadisələr tez-tez təkrarlanmasın bizim rayonumuzda, belə bir hadisə olarsa, vahid mer namizədinin ətrafında formalaşıb toplaşmağımız yaxşı olar. Məsələ ilə bağlı Aktual C-yə geniş açıqlama verən Əhməd İmamquliyevin sözlərinə görə Marneuli merindən istefa verməsini Gürcü arzusu tələb edir. Təbii ki, Daur İsmayılovun istefaya getməsi öz istəyi ilə həyata keçirilməyəcək. Bu, yəni öz istəyi deyil. Bu, partiya daxili mübarizə deyərdim, qarşı durma deyərdim. Çünki hər kəs bilir ki, partiyalarda və xüsusən də Gürcü Arzusu Partiyasında böyük klanlar var. Bunlardan biri elə Xalqın Gücü adlanan partiyadır, belə deyərdim ki. Və ona görə də o bugünkü hakim partiya Gürcü Arzusu ilə bu Xalqın Gücü arasındakı qarşı durmanın nəticəsidir ki, çünki dediyim kimi Daur İsmayılova Gürcü Arzusu hakimiyyətinin dəstəyi olmadığına görə burada hər hansısa iş görülmür. Seçilən merdə xalqın səsi olmalıdır. Xalqın belə deyərdim ki, gözü, qulağı olmalıdır. Çünki eşitməlidir problemləri, görməlidir problemləri və həll eləməlidir bu problemləri. Daha Daur İsmayılov kimi gedib qabırsanlıqda hər hansısa PR etmək üçün addım atmayıb, atıb da onu sonuna gətirə bilməyən bir marionet mer görürük. Və ən maraqlı və önəmli məsələlərdən biri xalqın yaşadığı məntəqəyə yaxın yerdə itlər üçün sığınacaq tikilməsinə imza atması bu onun göstəricisidir ki, o xalqın yox da daha çox özünün şəxsi PR-ınla məşğuldur və hətta bunu istəyirəm vurğulam sizin vasitənizlə ki, Daur İsmayılov deyir ki, avro standartlara uyğun bir sığınacaq tikəcək. Mən Daur İsmayılova sual ünvanlamaq istəyirəm. Olma pamperslər alacaqsınız bu itlər. Qaldı ki, mənim namizədliyimə, siz bilirsiniz ki, mən heç bir partiyanın üzvü deyiləm. Məhz ona görə də xalqımıza müraciət etdim ki, əgər istəsəniz ki, Marneuli'də yenilik olsun, dəyişiklik olsun, mən öz namizədliyimi irəli sürərəm. Xalqın gücü ilə seçilərik və xalqımıza da xidmət edərik.
Nərgiz Əliyeva da Marneuli merinin istefası ilə bağlı məlumatların yayıldığını bildirib və bu iddiaların daxili mətbəxdən qaynaqlandığını qeyd edib. Biz də eşidirik ki, belə bir iddialar səslənir ki, Marneulinin təyin olunmuş meri Daur İsmayılovun yaxın günlərdə istefası gözlənilir. Bu əslində bu iddialar daxili kuxnadan yayılmaqdadır. Mən də şəxsən eşitmişəm onların çox yaxın çevrəsindən ki, belə bir müzakirələr gedir. Bunu nə ilə əlaqələndirə bilərik? Ümumiyyətlə, Gürcü Arzusu Partiyasının daxilində istər mərkəzi orqanlarında, istərsə də aşağıda, yəni regionlarda, bölgələrdə hər zaman bir qruplaşmalar olur və Daur da o klanın, hər hansı bir klanın bir üzvü kimi bizim millətə, bizim rayona sırıdıldı və bizə mer gətirildi. Bugün istər Daur olsun, İstər Daurun yerinə gətirsinlər, Zauru qoysunlar, istər Əli, istər Pirvəli. Bugün sistem çürükdür. Bugün ümumi mərkəzi sistemdə problemlər var. Çox qısa bir müddətdə Daur mer postunda oldu və bu mer postunda və son günlər məsələn Qızılacılı qaz məsələsində də, iç sığınacağı məsələsində də və digər məsələlərdə də biz görürük ki, Daur çalışır xalqın qarşısına çıxa, Daur çalışır xalqa hər hansı bir açıqlamalar verə, amma alınmır. Yəni bəzən də təəssüflə bunu qeyd edirəm ki, qardaşım, istər Zaur, istər Daur, istər digəri xalqın qarşısına çıxanda ilk öncə hazırlıqlı çıxın, gidin bir qanunları oxuyun, gidin bir xalqın ən azından ümumi rifahınla bir maraqlanın da, yəni çıxıb biz sizin tərəfinizdəyik deməklə deyil. Bugünkü günü hər hansı bir sığınacağın tikilməsi təqdirə layiq bir haldır. Mən bu məsələyi dəstəkləyirəm. Amma mənim sadəcə bir dənə sualım var. Əgər Kvemukhartiridə, elə Rustavi bölgəsində də, Qardabani bölgəsində də olmasın, məsələn bu bölgə yox, başqa bir Tbilisinin o qədər yaşayış ərazisindən uzaq bölgələri var ki, eləcə də yəni digər bölgələrdə də niyə həmişə bax bu cür məsələlər, həmişə ekoloji ziyan gətirəcək məsələlər niyə hər zaman Azərbaycanlıların yaşadığı bölgələrdə salınmalıdır? Biz etiraz eləmirik iç sığınacağın tikintisinə, biz yerinə etiraz eləyirik ki, Yağılca var, məsələn qardaş, başqa bir Tbilisinin o qədər bölgələri var, harda ki, əhali yaşamır, insanların yaşayış ərazisindən uzaqdır. Çünki bunun zərərləri ola bilər də, baxmayın, yəni onu da təbii ki, mütəxəssislər də öz fikirlərini bildirdilər ki, iyidi, qoxudu və s. və ilaxır. Yaxşı olardı ki, yaşayışdan uzaq bölgələrdə. İddialarla bağlı Marneuli meri Daur İsmayılov ilə əlaqə saxlamağa çalışsaq da, o müsahibə verməkdən boyun qaçırıb. Qeyd edək ki, Daur İsmayılov 2025-ci ilin 29 oktyabr tarixində Marneuli meri kimi fəaliyyətə başlayıb.